Hamıya salam. Gəlin bugün hamımızın yəqin ki tez-tez üzləşdiyi bir problemi danışaq. Bu qədər işin, gücün, səs-küyün içində bizim üçün həqiqətən vacib olanı necə olur ki unuduruq və ən əsası bunu necə yadda saxlaya bilərik? Gəlin cavabı qədim zamanlarda axtaraq. Görək onlar bu işi necə həll edirdilər. Bu sual yəqin ki çoxumuza tanış gəlir, elə deyilmi? Sanki həyatımız nə qədər sürətlənirsə, nə qədər çox uğur qazanırıqsa, əsas dəyərlərimiz bir o qədər də asanlıqla arxa plana keçir. Bu sadəcə sizin və ya mənim problemim deyil. Bu bizim ortaq insani zəifliyimizdir. Amma maraqlısı odur ki, bu heç də yeni bir problem deyilmiş. Deməli, ilk olaraq unutqanlıq probleminin özünə baxaq. Bu texnologiya dövrünün gətirdiyi bir çətinlik deyil. Əsrlərdir, hətta minilliklərdir insanlığın mübarizə apardığı universal bir məsələdir. Həll yolunu isə qədim tarixin ən maraqlı səhifələrindən birində axtaracağıq. Əsas məsələ əslində budur. Unutmaq bizim təbiətimizdə var. Əgər bir şey bizə mütəmadi olaraq xatırladılmasa, hətta ən dərin inanclarımız, ən vacib öhdəliklərimiz belə zamanla öz əhəmiyyətini itirə bilər. Yaxşı, bəs bizdən çox-çox əvvəl yaşayan insanlar bunun qarşısını necə alırdılar? Gəlin indi daşdan bir abidəyə nəzər salaq. Bu sadəcə bir hekayə deyil. İsrail xalqının lideri Yeşuanın rəhbərliyi ilə həyata keçirilən çox radikal bir xatırlatma aktıdır. Onlar unutqanlığa qarşı elə güclü bir cavab verdilər ki, bu sıradan bir mərasim olmadı. Bu yaddaşda əbədi olaraq həkk olunmaq üçün düşünülmüş bir təcrübə idi. Bir anlıq o səhnəni gözünüzün önünə gətirin. Bütün xalq iki dağın arasındakı vadidə dayanıb. Bir tərəfdə Gerizim dağı, yəni sadiqlik və itaət üçün verilən xeyir-duaların səsləndiyi dağ. Digər tərəfdə isə Eval dağı, yəni itaətsizlik üçün olan lənətlərin elan edildiyi yer. Seçim bundan daha aydın, daha kəskin ola bilməzdi. Yeşuanın etdiyi şeylər çox konkret idi. Bilirsiniz, o öhdəlikləri sadəcə sözdə qoymadı. O, bu öhdəliyi götürüb daşın üzərinə yazdırdı. Hamının görə biləcəyi, doxuna biləcəyi qalıcı bir ictimai abidə yaratdı. Bu sanki, baxın, biz bunu heç vaxt unutmayacaq deməyin ən fiziki, ən möhkəm yolu idi. Bax, bu həqiqətən də çox maraqlı sualdır. İlk baxışda tamamilə məntiqsiz görünür, elə deyilmi? Niyə gedib xeyir-dualar dağında yox, məhz lənətlər dağında ibadət edəsən ki? Amma bu sual bizi məsələnin çox daha dərin rəmzi mənasına aparır. Və cavab da budur. Bu əslində möhtəşəm bir simvolizm idi. Lənət dağında ibadət etmək əslində gələcəkdə bütün lənəti aradan qaldıracaq bir qurbana işarə edirdi. Onlar bununla həm qanunu pozduqlarını etiraf edirdilər, həm də eyni anda bağışlanmaq üçün bir ümidin olduğunu bəyan edirdilər. Çox dərin bir mesaj. Yaxşı, gəldi 3-cü bölməyə. İbadəti ön plana çəkmək. Burada Yeşua yenə də hamını təəccübləndirən bir qərar verir. Özü də çox kritik bir milli missiyasının tam ortasında. Gəlin görək bu dəfə nə baş verdi. Xalqın missiyası tamamilə aydın idi. Yeni vətənlərini fəth etmək, torpaqları bölüşdürmək və orada məskunlaşmaq. Bu, təcili həll olunmalı praktik bir iş idi. Yəni, bütün diqqət, bütün enerji bu hədəfə yönəlmişdi. Bəs Yeşua nə etdi? O, torpağın bölünməsi kimi həyati bir prosesi saxladı və dedi ki, dayanın, hər şeydən əvvəl Şiloda mərkəzi bir ibadət yeri qurmalıyıq. Bir anlıq təsəvvür edin, hamı ev eşiyi, torpaq davasında ikən lider deyir ki, yox, birinci ibadət yeri. Bu çox qəribə bir prioritet seçimi kimi görünə bilərdi, hə? Amma buradan çıxarılacaq dərs inanılmaz dərəcədə vacibdir. Bütün digər işlərdən, hətta öz şəxsi ehtiyaclarından belə əvvəl sən öz cazibə mərkəzini müəyyənləşdirməlisən. İsrail xalqının bütün həyatı, bütün nizamı Allahın onların arasında olması fikri ətrafında fırlanmalıydı. Əvvəlcə mərkəz, sonra qalan hər şey. Gəldik 4-cü bölməyə, simvoldan reallığa. Yaxşı, bu qədər qədim abidələrdən, mərasimlərdən danışdıq. Bəs bütün bunlar əslində nəyə işarə edirdi? Sadəcə bir daş, bir bina idimi? Gəlin indi onların əsl dərin mənasını açaq. Baxın, bu cədvəl əslində bütün hekayənin açarıdır. Solda gördüyümüz o fiziki simvollar var ha, Eval dağındakı qurbangah və ya Şilodakı müqəddəs məkan. Bunlar sadəcə obyektlər deyildi. Onların bir mənası var idi.
Ortadakı sütuna baxın. Kəffarə və Allahın insanlarla birlikdə olması. Amma hər ikisi də əslində bir kölgə idi. Bəs əsl reallıq nə idi? Sağdakı sütun İsa. Bütün o köhnə simvollar lənəti üzərinə götürən və bizə Allaha yol açan İsa'ya işarə edirdi. Onlar müvəqqəti kölgələr idi. İsa isə əbədi reallıqdır. Deməli, o müqəddəs məkan sadəcə bir bina deyildi. Başa düşürsünüzmü? O mərkəzi bir kompas. Həyatlarının mərkəzində Allahın huzurunun olduğunu daim xatırladan bir lövbər idi. Hər şey onun ətrafında fırlanırdı. Və nəhayət son bölməmiz xatırlanan imanla yaşamaq. Yaxşı, bütün bu qədim hekayələri öyrəndik. Çox gözəl. Bəs biz bu prinsipləri öz müasir, səs-küylü dünyamızda necə tətbiq edə bilərik? Gəlin görək, biz öz yaddaş abidələrimizi necə qura bilərik? Bax, bu çox vacib sualdır. Əgər problem unutmaqdırsa və həll yolu daşlar yox, bir şəxsdirsə, o zaman praktiki olaraq biz nə etməliyik? Artıq daşdan abidələri tikmirik. Müqəddəs məkanımız yoxdur. Bəs əsas öhdəliklərimizi yadda saxlamaq üçün bugün bizim əlimizdə nə var? Cavab maraqlıdır ki, çox oxşar prinsiplərə əsaslanır. Bizim müasir yaddaş abidələrimiz artıq fiziki daşlar deyil, ortaq dəyərlər ətrafında toplanan bir cəmiyyətdir, insanlardır və ya Rəbbin axşamı yeməyi kimi mərasimlər. Bunlar sadəcə bir ritual deyil, əziz dostlar. Bu şuurlu şəkildə dayanıb öhdəliyimizi yeniləmək, həyatımızın əsl mərkəzinin nə olduğunu bir daha özümüzə xatırlatmaq üçün bir fürsətdir. Bu çox güclü bir fikirdir, elə deyilmi? Xatırlamaq kədərli bir borc, ağır bir vəzifə olmamalıdır. Əksinə, bu o xilas edici işıqla yenidən əlaqə qurmaq, sevinc və ümid tapmaq üçün bir imkandır. Bu, keçmişi kədərlə anmaq deyil, parlaq gələcəyə ümidlə baxmaqdır. Beləliklə, bu təhlili son bir sualla bitirək. Bu qədər rəqəmsal, səs-küyün diqqətimizi dağıdan minlərlə şeyin olduğu bir dünyada sizin həyatınızı əsas həqiqətlərə bağlayan, unutmağa qoymayan o qalıcı iman abidələriniz hansılardır? Bəlkə də bu barədə düşünməyə dəyər. Diqqətiniz üçün təşəkkür edirəm.